Yoldaşlar her vaxtınız xeyir. Bundan önce kursumuzda təşkil etdiyimiz sınavın suallarını izah edəndə 74-cü sual saxladım. Çünki bu sual tipi ilk dəfə imtahana düşəndə YouTube'da ilk mən çox gözəl bir video izah hazırladım buna aid və hazırladığım video izahda bunun həlli üçün kifayət qədər sadə bir metod təklif elədim. Lakin günümüzdə hər şey müasirləşdiyi üçün imtahan sistemi də müasirləşib və artıq imtahanlar kompüterlə həyata keçirilir. Və kompüterin monitorunda bu sualı həll eləmək tələbələrə köhnə metodla elə də asan gəlmir. Ona görə biz də metodumuzu təkmilləşdirməliyik və sizin üçün çox qəşəng bir metod təklif eləyəcəm hal-hazırda. Əvvəla sual tipini oxuyum sizin üçün. Əyani və onlayn qruplarımızdakı tələbələr bu metodu bilir, amma digər tələbələr də bunu öyrənsin deyə belə bir metod təklif edeyim, dinləyin. Bəlkə çox uzun da ağlına gəlib. Fiqurlar saat əqrəbi istiqamətində qalın xətli vəziyyətdən qırıq-qırıq xətli vəziyyətə keçirlər. Onların dönməsi üçün minimum bucaqları artma ardıcılığı ilə düzün. Və yoldaşlar, bu fiqur əvvəl belə eləyirdik. Məsələn, birinci qara fiqurdan ox çıxardırdıq. Tutaq ki, bu qara fiqurdan bir dənə belə ox çıxardırdıq. Tutaq ki, bu ucundan. Gördünüz, bu sağa baxan ucdan çıxartdım. Sonra qırıq-qırıq fiqurda da həmin ucu tapırdıq. Bax, gördük ki, budur. Oradan da bir ox çıxardırdıq. Və deyirdik ki, qaradan qırığa qədər neçə dərəcə fırlanma baş verib onu tapın. Və gözəyarı təxminən 330 dərəcə deyirdik. Və yaxud məsəl üçün deyirəm, bax fikir verin bu 3 nömrəli fiqura. 3 nömrəli fiqurda da bax bu qədər 4 dənə hissəsi var. Ən nazik hissəsindən ox çıxardırdıq aşağı. Həmişə birinci qaradan çıxardırdıq, sonra qırıqdan. Çünki qaradan qırığa fırlanırdı. Və oxu da biz bax buradan bura kimi yox ha. Buradan bura kimi bucağa baxırdıq. Niyə? Çünki qaradan qırığa getməli idik. Və yoldaşlar, bu da təxminən 110-115 dərəcəlik bir bucağa oxşuyur. Lap 120 dərəcə yazırdıq ki, 120 dərəcə. Amma bu artıq gündəmimizdə kifayət deyil. Məsələn, 4-cü fiqurda. Görürsünüz, bu xaça oxşayan fiqurun bir hissəsi digərlərinin nəzərən əyridir. Həmin o əyri hissədən ox çıxardırdıq. Ümumiyyətlə, oxu hardan çıxardacağımıza özümüz qərar verirdik. Qırıqda da həmin ox, görürsünüz, aşağı baxır. Aşağıya çıxardırdıq. Bax, yenə deyirəm, çaşmayın. Bax, bu iki ox arasında məsafə yox. Həmişə özünüz üçün çəkəndə də belə eləyin. Qaranın üstünə çəkdiyim oxdan, ox budur, qaranın üstünə çəkdiyim ox. Saat əqrəbi istiqamətində, saat indi 9-a baxır. 10, 11, 12, 1, 2, 3, 4, 5, 6, 7. Bura kimi gəlirsiniz. Bu da təxminən bir 300 dərəcə eləyir. İndi bu metodu müasirləşdirmək lazımdır. İmtahanda nə bu fiqurları sizin vərəqə çəkməyə vaxtınız yoxdur. Nə bu qədər gözəl fiqurları çəkə bilməyəcəksiniz, nə də rahat tapamayacaqsınız. İndi görün mən nə edirəm. Deyirəm ki, birinci fiqurun gözümə xoş görünən bir hissəsini götürüm. Məsələn, gözümə onun bu hissəsi xoş göründü. Xəyalən bu əgər ox olsaydı saat neçəni göstərirdi? Bura saat 12-dir. Bura saat 6-dır. Bura saat 3-dür. Bura saat 9-dur. Bu da fikir verin, təxminən saat 4-ü göstərir. Təxminən saat 4-ü göstərir. Bəs həmin fiqurun qırıq-qırıq xəttə istiqamət haradır? Baba, budur. Təxminən saat 3-ü göstərir. Qara göstərir 4-ü, qırıq göstərir 3-ü. 4-dən 3-ə qədər neçə saat var? 4-dən sonra gəlir 5, 1 saat, 6, 2 saat, 7, 8, 9, 10, 11, 12, 13, 14, yəni 15:00, 3. Neçə saat var onu parmağınla sayırsan, 30-a vurursan cavab çıxır. Bax. Qaranın ucu göstərir saat 4-ü. Qırığın da ucu göstərir saat 3-ü. Hə? 3-dən 4-ə kimi baxsaydıq, 3-dən 4-ə kimi 1 saat var. Hər saatda 30 dərəcədir. Saat əqrəbləri arasında hər saat arasında 30 dərəcə var. Deyəcəydiniz cavabı 30 dərəcə. Amma bu bizə deyir, baxın, qaradan qırığa kimi. Qara 4-dür. 4-dən 3-ə kimi neçə saat var? 5, 6, 7, 8, 9, 10, 11, 12, 1, 2, 3, 11 saat. 11-i vurursan 30-a neçə eləyir? 330 dərəcə. Cavabı tapdın.
İndi gəlin avtomatlaşaq. Saat neçəni göstərdi? 4'ü. Saat neçəni göstərdi? 3'ü. 4'dən 3'ə neçə saat var? 11. 11 vur 30, 330 dərəcə. İndi buna baxın. Bax. Məsələn, saat neçəni göstərir? Təxminən 2'ni. Burada saat neçəni göstərir? Təxminən 3'ü. 2'dən 3'ə neçə saat var? Cəmi 1 saat. 1 vur 30, cavab 30. İndi buna baxıram. Saat neçəni göstərir? Baba bu qaranın xoşuma gələn yerinə baxıram. Məsələn bu oxa. Saat 6'nı göstərir. Bu qırıqda həmin yer saat neçəni göstərir? Buranı göstərsəydi 9 olardı. Buranı göstərir. Təxminən saat 10. Qaradan qırığa 6'dan 10'a kimi neçə saat var? 4 saat. 4'ü vursan 30'a 120 dərəcə. İndi buna baxırsan. Bax qaranın gözvə xoş görünən yeri saat neçəni göstərir? 9'u məsələn. Qırıqda saat neçəni göstərir? 7'ni məsələn. Hətta hə 7'dir də bu. Saat 6 bura, 7 də bura. 8 bura, 9 bura. İndi bax qaradan qırığa 9'dan 7'ye neçə saat var? Barmaqla sayın. 10, 11, 12, 13, 14. Yəni 2, 3, 4, 5, 6, 7. 10 saat. Onu vurdun 30'a elədi 300 dərəcə. İndi şeye baxın 5'ə. Baba bu balığın quyruğuna oxşayan hissə var ha. Saat neçəyə baxır? Təxminən 10'a. Burada saat neçəyə baxır? Təxminən 4'ə. 10'dan 4'ə kimi neçə saat var? 11, 12, 1, 2, 3, 4. 6 saat. 6'nı vuranda 30'a eləyir 180 dərəcə. Bax elə sübutumuz nədir? Biz deyirdik axı, biri sola, biri sağa baxırsa, yəni xəttlər bir-birinin əksidirsə, onda o neçə dərəcədir? 180 dərəcə. Düz deyil? Açıq bucaqdır. Fikrini həqiqətən də tapdım cavab. İndi artma sırasıyla düz, deməli azdan başlamalısın. 2, sonra 3, sonra 5, sonra 4, sonra 1. Düzdür? Cavab A variantı. Bu qədər. Bax, bu çox keçərli, çox yaxşı bir metoddur. Gəlin indi sizə başqa bir neçə misal üzərindən də bunu ətraflı şəkildə aşılamağa çalışım. Üzr istəyirəm. PDF atsam yaxşıdır. Bax, məsələn, baxıram. Ayrı-ayrı individual qoymuşam da bunları. Bax, sürətli gedirəm. Bax, qaranın, baxıram, baxdığı yerə saat 9'a baxır. Qırıq da baxır təxminən saat 5'ə. 9'dan 5'ə kimi 10, 11, 12, 1, 2, 3, 4, 5. Hə? 8 saat. 8'i vuram 30'a 240 dərəcə. Görək 6-cı fiqur həqiqətən 240 dərəcədir. Baxın 220, 230 dərəcə. Bir 10 dərəcəlik xəta eləmişəm. Nə olsun ki, canım sağ olsun. Yəni 10 dərəcə xəta onsuz da məcburdur da, məqbuldur. Neyə bilərik başqa? 5-10 dərəcə xəta eləyə bilərik. Əlimizdə transporter yoxdur ki. Məsələn, gəlin baxaq. Tutaq ki, məsələn, qoy biraz çətin fiqur olsun. Oxları olanlar çətin deyil. Məsələn, de burada ürəyi var. Bax, iki gombul tərəfin ortasından xətt çıxartsaq, saat neçəyə baxır? Saat 3'ə. Qırıqda saat neçəyə baxır? 6'ya. Qaradan qırığa 3'dən 6'ya neçə saat var? 3 saat. 30'a vurdum 90 dərəcə. Son 11 imtahandır. Bütün imtahanlara düşən bu sualı mən məsələn belə həll eləyərdim imtahanda. 15'ə baxın. Uzun ucdan çıxan ox. Bax, təxminən bax, bu tərəf boyunca çıxartsam. Saat neçəyə baxır? Təxminən saat 1'ə 2'yə. Qırıqda hara baxır? Bax. Təxminən saat 10'a 11'ə. O 10 olsun məsələn. 1'dən 10'a. 9 saat var da, düz deyil. 9'u vuranda 30'a eləyir 270 dərəcə. Həqiqətən də bunu oxlarla çəksəydik, görəcəksiniz ki, buradan bura təxminən 270 dərəcəlik bucaq var. Baxaq görə 15'ə nə demişik? 270-275 dərəcə. Məncə sizin üçün çox faydalı oldu. İnşallah ki, imtahanda da uğur qazanarsınız. Bu metoddan istifadə edərsiniz. Sağ olun, diqqətiniz üçün çox minnətdarım.